Salam, hər vaxtınız xeyir olsun. İTV Xəbərin saat 20 buraxılışı ilə studiyada Nərmin Salmanovadır. İranın ali dini rəhbərinin ölümündən sonra ölkədə qeyri-müəyyən siyasi mənzərə ilə bağlı geniş müzakirələr var. Ekspertlər və media indidən Xameneydən sonraki İran ssenarilərini müzakirə edir, amma konkret nəticə hələ görünmür. İndi gözlər həm müvəqqəti şuraya, həm də yeni liderin seçiminə yönəlib. İranın Xarici İşlər Naziri Abbas Əraqçı Amerika Birləşmiş Ştatları və İsrailə sərt ismarıcı ünvanlayıb. O bəyan edib ki, Vaşinqton və Tel Aviv İrandakı siyasi sistemin dəyişməsinə ümid etməməlidir. Hava zərbələri ilə rejim dəyişikliyinə nail olmaq cəhətlərinin iflasa məhkum olduğunu deyən nazir, sistemin daxili gücünə diqqət çəkib. Əgər məqsədləri rejimi dəyişdirməkdirsə, bu mümkünsüz missiyadır. Liderin aradan qaldırılması İranda nə rejim, nə də siyasi sistemin dəyişməsi demək deyil. Oturuşmuş idarəetmə və güclü konstitusiya sayəsində bütün institutlar fəaliyyətini davam etdirir. Ali liderin vəfatı halında dərhal işə düşən hüquqi prosedurumuz var. Bəs ali rəhbər postuna seçim necə tənzimlənir? Konstitusiyaya əsasən bu institusional və mərhələli bir prosesdir. Ali rəhbəri xalq birbaşa seçmir. Bu missiyanı ekspertlər məclisi, yəni Məclis-i Xobreqan yerinə yetirir. Bu qurum mahiyyət etibarilə Vatikandakı konklav sisteminə bənzəyir. 88 üzvdən ibarət olan məclisin hər bir üzvü müctəhid səviyyəsində din alimidir. Rəmzi mənada desək İranın kardinallarıdır. Konstitusiyanın 109-cu maddəsinə görə namizəd fəqih olmalı, siyasi uzaqgörənliyə və idarəetmə qabiliyyətinə sahib olmalıdır. Hazırda ali rəhbər vəzifəsinə bir neçə iddialı namizədin adı çəkilir. Siyahıda sabiq prezident Həsən Ruhani, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn Möhsini Eceyi, Konstitusiya Nəzarət Şurasının üzvü Ayətullah Əlirza Ərafi, Məsləhət Şurasının sədri Ayətullah Sadiq Larcani və tanınmış din xadimi Ayətullah Nuri Hamadani yer alır. Lakin ən çox müzakirə olunan ad Əli Xameneyinin oğlu Müctəba Xameneyidir. Yeni lider təyin edilənə qədər rəhbərlik səlahiyyətlərini 3 üzvlü müvəqqəti şura icra edir. Bura prezident Məsud Pezeşkiyan, məhkəmə hakimiyyətinin rəhbəri Qulam Hüseyn və Ayətullah Əlirza Ərafi daxildir. İsrail və Amerika Birləşmiş Ştatlarının hücumu nəticəsində öldürülən Əli Xameneyi 1989-cu ildən ölkənin mütləq güc sahibi idi. Bir çox İranlı üçün Xameneyi onların həyatında siyasi sabitliyin yeganə simvolu idi və indi o artıq yoxdur. Biz bilirik ki, o özündən sonra bəzi namizədlər barədə düşünmüşdü. Hazırda ölkənin müvəqqəti şura idarə edir. Bəs bu şuradan yeni ali lider çıxacaqmı? Bu, hələ sınaqdan keçməmiş bir mərhələdir. Unutmayaq ki, İranda indiyədək cəmi 2 dəfə rəhbər dəyişikliyi olub. 1989-cu ildə nə müharibə var idi, nə də ölkə daxilində üsyanlar. Bugün isə vəziyyət fərqlidir. Müharibə gedir, insanlar küçələrdədir və konsensus əldə edə biləcək siyasi sinif yoxdur. Ekspertlər onu da qeyd edir ki, İranın idarəetmə aparatı tək bir şəxs üzərində deyil, bir neçə institusional qat üzərində qurulub. Bu, xarici zərbələr fonunda rejimin özünü qoruma instinktini və davamlılığını təmin edən əsas amildir. O ki qaldı yeni seçiləcək şəxsə Qulam Hüseyn, Əlirza Ərafi, Nuri Hamdani və Sadiq Larcani gibi isimler de zikredilirken Ali Xamenei'ye bir suikastla saldırı düzenlenmesinden dolayı özellikle İran duygusal günler yaşamaktadır. Muhtemel adaylar içerisinde en şanslısının Müctəba Xamenei olabileceği değerlendirilmektedir ki Ali Xamenei de sağlığında zaten oğlunu yerine hazırladığında sık sık davranışlarıyla göstermekteydi. Hələlik dünya mediası Xameneydən sonraki İran ssenariləri reallaşacaq, yoxsa yeni bir sürpriz olacaq sualı ətrafında müzakirə açmaqdadır. Bir çox suallar cavabsız qalsa da, qaranlıq məqamlara hadisələrin inkişafı aydınlıq gətirəcək.